çalmışım bugün bura. Gelen yok. Vüqar qurban olsun. Onlara da təsir ediyor. Onlar da geldi. Biz neyinəməliyik? Heç bir yerde işləmirik. Bugündən sonra biz harada işləməliyik? Necə işləməliyik? Biz öz işimizə bağlı olmaz. Bak çok güzel, sakit. İtiraz edir doktorlar. Hiç kime mani olmadan adamlar rayondan gəliblər. Heç bir əsası olmadan bunları ixtisara salıblar. Rayonlarda stomatolog, həkim çatışmazlığına baxmayaraq, yani bugüne kadar tərbiyə bunlara heç nə verməyib, heç bir materialla təmin edəməyib, amma ixtisara gəldikdə hamısı ixtisar oldu. Bunlardan tələb olunan Cənab Vüqar Qurbanovun dediği o 5 manat məsələsi də, yəni heç bir əsası yoxdur.